El-Hadisul Rabi. Dördüncü hadis. An İbn Abbas radıyallahu anhuma qal. İbn Abbas radıyallahu anhuma der ki, Qala Rasulullah sallallahu aleyhi ve sellem. Allah elçisi sallallahu aleyhi ve sellem belə dedi. Umirtu en escuda ala seb'ati a'zum. Mən deyir, 7 əza üzərinə səcdə etməyə əmr olundum. Ala cəbhəti və əşarə biyedihi ilə ənfihi. Alının üzərinə və deyir, burada deyir, burnundan da işarə, əli ilə də burnuna işarə elədi. Yəni, alın, burun bir yerdə. Alın deyir, amma burnuna da deyir, əli ilə işarə elədi. Bu bir. Vəl yedeyn, 2 əllər. Vəl rukbəteyn, 2 dizlər. Və ətrafil qadameyn və 2 ayaq. Ayaqların ucları yəni. Yəni, bəli, bu əzalar üzərində səcdə etməyə əmr olundum. Sayıları neçədir? 7. Alınla burun ikisi 1 gedir. Əllər 2, dizlər 2, ayaqlar 2. Cüt-cüt, 6. Yəni, əgər sən səcdədə, məsələn, ayağının birini qaldırarsansa, bu doğru deyil. Və ya məsəl üçün, əlivin birini qaldırarsansa, doğru deyil. Bu səcdə, bu 7 əza üzərində olmalıdır. Bu 7 əza yerə dəyməlidir. Və ya səcdə edirsən, amma burnuvu yerə vurmursan. Olmaz. Və ya burnuvu vurursan, alnıvu vurmursan. Olmaz. Bunlar hamısı toxunmalıdır yerə. Bu hədisi də Buxari rahimehullah rivayet edib 812-ci hədisdir. Muslim rivayet edib 490-cı hədisdir. Allah hər ikisinə rəhmət eləsin. Əmr olundum. Bu 7 əza üzərinə səcdə etməyə əmr olundum. Bax, bu vacibliyə dəlat eləyir. Və müstəhəbdir ki, həmən bu əzaları gözəl bir şəkildə, yəni tam bir şəkildə otuzdurasan. Bax, o tam otuzdurmaq əzaları, o deyir müstəhəbdir. Və ya məsəl üçün səcdəyə gedəndə yüngülvarı da qoya bilərsən, toxundura bilərsən, düzdür? Bu deyir, kifayət eləyir, yəni keçərlidir namazın səhih olması üçün, səcdənin səhih olması üçün. Amma nə qədər gözəl tam otuzdursan, toxundursan yerə, o deyir, müstəhəbdir və daha gözəldir. Bu da 4-cü hədisimiz. Belə qısa və açıq aydın. Burada nəsə qaranlıq bir şey var, qardaşlar? Tam açıq aydın. Bax, deyir ki, bəzi bidət firqələr buna deyir ki, sadəcə alındır, burun deyil. Bax, İbn Abbas kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellemin əmisi oğlu. Və sahabələr ona tərcümanul Quran deyirdilər. Quran tərcüməsi. Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua etmişdi. Allahümme allimhu təvil və fəqqihhu fiddin. Allahım ona Quranın təfsirini öyrət və onu dində fəqihlərdən et. Və Allah azə və cəl onun duasını qəbul etmişdi Peyğəmbər sallallahu aleyhi ve sellem. Və həqiqətən o boyda sahabələr, Quran hafizləri idi çoxsu, Qurana əməl edirdilər, fəqih idilər, alim idilər. Amma buna baxmayaraq İbn Abbasa tərcümanul Quran deyirdilər. Həbrul ümmə deyirdilər. Yəni, ümmətin bilgəsi. Təsəvvür elə sahabələrə biz hamısının alim kimi baxırıq. Düzdür, alimdilər. Ümmətin ən alim insanlar olub. Onların içərisində İbn Abbas ümmətin bilgəsi. Yəni, bilgə alim. Ən üstün alim kimi adlandırılıb. Kim adlandırıb bunu? Biz? Yox. Sahabələr elə özləri. Sahabələr elə özləri İbn Abbasa bu sifətləri vermişlər. Tərcümanul Quran deyil. Yəni, Quranın harasından deyirsən, dinən o ayənin harada nazil olduğu, hansı səbəblə nazil olduğu, təfsirinin nə olması, mənasının nə olması, hansının mənsuxu, hamısını əzbər bilirdi. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem öyrədib o cür. Ona görə Quran haqqında İbn Abbasın təfsiri gələndə bütün ümmət icma eləyir bunda. Bütün ümmət onu mötəbər hesab edir. Əgər bir ayədə İbn Abbasın təfsiri varsa, artıq digər təfsirlərə sanki bir növ ehtiyac qalmır. İbn Abbas belə deyib, budur. Tərcümanul Quran. Quranın tərcüməsisi. Quranın yəni mənasını ən gözəl bilən, təfsirini ən gözəl bilən. İndi bax, burada nə deyir həmən İbn Abbas? Özü də hədis hardadır? Buxari və Muslimdə gəlir. Bizim, yəni Əhl-i-Sünnə və Cəmaəyə görə Quran-ı Kərimdən sonra yer üzərində ən səhih olan kitab Buxaridir. Düzdür? Sonra da gəlir Muslim. Bax, Buxari və Muslim ittifaq elədiyi hədisdir və burada İbn Abbas deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 7 əza üzərində deyir, səcdə etməyə əmr olundum. 1, deyir ki, alın və əli ilə də burnunu da işarə elədi. İkisini bir yerdə.
İkisini bir yerdə götür. Bunu Peyğəmbər sallallahu əleyhi və səlləm işarə edib. Səhabə özündən deməyib bu sözü. Bu hədisdə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisi deyərkən etdiyi hərəkətdir. Burnunu da işarə edib. Ona görə yəni burun alınla bərabər bir əza hesab olunur. Mütləq səcdədə burnu yerə qoymaq lazımdır.